Hər kəsə salam dostlar. Necəsiniz? İnşallah ki, yaxşı olasınız. Dostlar, bu günlərim dediyim kimi konferans liqasının pişkatmasını eləyirik. Deməli 9-dan 24-ə qədər olan komandaların pişkatmasını eləyəcək. Bu arada dostlar, abunə olub like atmayı unutmayın. 100 abunəyə də az abunəmiz qalıbdı. 23 abunə, 77 abunəyəm. Dostlar, başlayaq videomuza. Birinci olarak Lausanne Sport'un rəqibinə baxırıq. 9-cu sırada. Qoyduq bura, indi qarışdıraq. Tüşlər demişəm, qura çəkim. Kim çıxdı? Sigma Olomouc. 29'dan 24. sıraya. 9 ve 24. sıralar. Sigma Olomouc. Lausanne Sport'un rakibi. Crystal Palace'ın rakibine bakırıq. İngiltere Premier Ligasının temsilcisi. Crystal Palace. İndi qarışdıraq. Crystal Palace'ın rakibi kimi çıxacaq. Qarışdırdıq. Çəkirik. Kups. Crystal Palace'ın rakibi Kups. Qoyduq bura. Və Lech Poznan. 11. sıradadır onlar da konferans ligasında. İndi qarışdırıq görək kim çıxacaq onun rəqibi. Baxmıram. Çıxacaq. Şkendia. Qarabağın 2-ci təsnifat mərhələsində əzif keçdiyi Şkendia. 6-1-2 oyun nəticəsində. Bunlar da belə getdi. Son 10 komandamız qalıbdı. Yox, deyəsən 10 komanda. Dostlar, indi Samsun Spor'un rəqibinə baxırıq. Türk təmsilçisi Türkiyə. Bu arada Qarabağın rəqibi Newcastle çıxdı. Galatasaray da Juventus. Samsun Spor'u da belə bu qırağa qoyuruq. İndi qarışdıraq görək kim çıxacaq. Baxmıram. Baxmayıb eləyim. Nə çıxdı? Omonia. Zirəni belə məğlub eləyən komanda deyə bilərik. Omonia. İndi dostlar, baxırıq Celje'nin rəqibinə. Sonra Azalkmaar gələcək. Fiorentina var, YK'da olacaqdı. Celje. Görək kim onun rəqibi, kim komandanın rəqibi olacaqdı, baxaq. Qarışdıram, baxmıram. Qarış. Tam qarışdıramadım, bir dəqiqə. Qarış. Nə çıxdı, bir dəqiqə. 2 dənə əlimdə şey var, açalım. Baxdıq. Jagiellonia ve Bristol. Bu yazmışam burada. Deməli, Celje və Jagiellonia Bristol. Belə çıxdı. Videonun qurtarmağını, daha doğrusu püşlər atılandan sonra bir rəqibləri dizəm. Crystal Palace. Bu şimdi Azalkmaar. Görək rəqibi kim olacaq? Qarışdıraq. Kim çıxdı?
Noah 19. sıradadır Noah. Noah Azal Kumar'a karşı. Karıştı. Zrinski Mostar. Dostlar, mən komandanın adını çəkməmiş qarışdırdım. Ona görə də təzədən qarışdıracağıq. Bir dəqiqə, Zrinski Mostar'ın bura qoyaq. Fiorentina. Fiorentina rəqibi kimi oldu. Qarışdırırıq. 50-50'ya. Yenə Zrinski Mostar. Və bir komandamız qalır. Rijeka. Rijeka'nın rəqibi də Drita. Rijeka'nın rəqibi çıxdı. Və dostlar, beləliklə püşkatma qutardı. Dostlar, Çempionlar Liqasında və Avropa Liqasında ilk oyun 17-si 18-i fevral olacaqdır. Cavab oyunu isə 24-i 25-i fevral olacaqdır. İnşallah Qarabağ Newcastle səddini aşar. İndi dostlar, rəqibləri sayaq. Lausanne Sport və Sigma Olomouc 9-cu sıra və 24-cü sıra. Bunları çəkdik. İndi Crystal Palace və Kups. İngiltere temsilcisinde. Lech Poznan və Şkendia. Samsun Spor və Omonia. Celje və Jagiellania Bristol. Və indi Noah və Az Alkmaar 19 və 14-cü sıralarda. Fiorentina və Zrinski Mostar. Və son olaraq rəqib Drita və Rijeka. Dostlar, son püşkü də atdıq. Dediyim kimi kanala abunə olub like atmağı unutmayın. Yəni 100 abonəyə 23 abonə qalıbdır. Yəni inşallah 100 abonə olarıq. Amin deyik və buradan da videonu sonlandırırıq dostlar. Sağ olun, salamat qalın. İnşallah başqa tür belə videolarda gələr.